Deməli, 2019-cu il 4-cü qrupun qəbul sualında olan situasiyanın izahına baxaq. Deyir, müəyyən miqdar kalsium karbonatın üzərinə artıqlama asidi götürmüş xlorid turşusu əlavə etdikdə. Deməli, kalsium karbonat üzərinə xlorid turşusu əlavə edilir. Buradan alınır kalsium xlor 2. Karbonat turşusunu isə karbon qazı və su kimi yazırıq. Davam eləyək. Qaz ayrılır. Qaz deməli buradan nədir? Karbon qazda ayrılan. Ayrılan qaz içərisinə elektrik mənbəyi və elektrik lampası ilə birləşən elektrodlar salınmış. Kalsium hidroksid məhlulundan buraxılır. Deməli, kalsium hidroksiddən həmin karbon qazı buraxılır. Və nəticədə isə burada kalsium karbonat çöküntüsü yaranır. Kalsium karbonat və təbii ki də su. Əvvəlcə yanan lampanın közərçisi zərf edəcək təbii haldır. Çünki kalsium karbonat çöküntüsü yaranır. Ümumiyyətcə elektrik ziyanının keçməsi üçün müsbət və mənfi yüklü ionun olması lazımdır, daşıyıcı olması lazımdır. Kalsium karbonat burada çöküntü vəziyyətində duz çökürsə, artıq orada lampanın zəifləməsi prosesi gedəcəkdir. Və sonra isə lampanın közərçisi yenidən artmağa başlayacaq. Lampa yenidən közərməsinə səbəb isə burada kalsium karbonatdır, bir də karbon qazının sulu məhlulu var. Yəni, bu yenidən reaksiya gedəcək. Hidroduz alınacaq, turş duzu və turş duz isə suda həll olur və suda həll olub ionlarına ayrılır və buna görə də elektrik ziyanı keçəcək. Və lampanın közərçisi başlayacaq artmağa. 28. Lampanın közərçisinin zəifləməsinə səbəb olan, deməli bir daha izah edirəm. Közərçisinin zəifləməsinə səbəb olan birinci reaksiyada alınan karbon qazının əhəng suyuna reaksiyasında nəticədə karbon qazının əmələ gəlməsi oldu. Çünki kalsium karbonatın əmələ gəlməsi oldu. Çünki əhəng suyundan karbon qazı kalsium karbonat əmələ gətirir. Kalsium karbonat isə ionlarına ayrılmır və ionuna ayrılmadığına görə elektrik ziyanı keçirmir. Və bax, bu dediklərim bu şəkildə 28-ci bölməyə yazasınız. 29-cu ildə lampanın közərməsinə, bax, közərməsi hansı idi? Bax, bu idi. Və bir anlıq közərməsinə və yenidən yanmasına səbəb olan isə bax, bu ikinci idi. Tənliyi yazasınız yuxarıdan. 3. 30-cu sual. Lampanın bir anlıq sönməsinə qədər keçən müddət ərzində, yəni birinci reaksiya zamanı 500 milli 0,2 V bərabərdir 500 milli, C bərabərdir 0,2 mol bölü litr. Elə bil burada nünü tapacaq, C-ni veriblər, V-ni veriblər, nünü tapacaq. Bu eləyəcək 0,2-ni 500-ə vuranda 10 mol. Kalsium OH2 ilə neçə litr qaz reaksiya daxil olur? Reaksiya fikir verin, 1 mol kalsium OH2-yə 1 mol karbon qazı lazımdır. 10 mola isə 10 mol. 10 molumuz isə neçə litr deməkdir? 10 vurulsun 22,4 litr. O isə eləyəcəkdir 224 litr.